Deməli sizə göstərdiyim 3 il yarımdır sürdüyüm maşın Hyundai Ioniq. Sadəcə göstərmək istəyirəm sərfiyyatını, necə ekonom bir maşın olduğunu. 3 il yarımdır sürürəm. Təxminən 50.000 kilometr, 55.000 kilometr artıq sürmüşəm. Ortalama sərfiyyat 2.6 litr 100 kilometrə. Benzinlə çalışır və şarj olunur, 63 kilometr təxmini gedir. Doğrudan da gedir, yəni mən hər gün gedirəm o məsafəni. Hal-hazırda sürmüşəm, təxmini 19 kilometr qalıb benzinlə, 30 kilometrdə elektriklə gedə bilərəm. Benzin işığı yanır, 2.6 təxmini burada qalıb 500 millilitr benzinimiz qalıb. Maşınım hələ gedir. Bilməm, ümumiyyətlə davam eləsəm nə qədər gedəcək. Amma çox ekonom maşındır. Dedim sizə göstərdim. Bəlkə kiməsə lazım olar.